Mercedes avantgard yoxsa elegans? Əgər Mercedes almaq fikrindəsinizsə, çox güman ki, avantgard yoxsa elegans sualına rast gəlmisiniz. Bu paketlər sadəcə ad deyil, hər bir avtomobilin xarakterinə yön verir. Amma gəlin dərinliklərinə enək. Elegans adından da göründüyü kimi zəriflik və rahatlıq axtaranlar üçündür. Bu paket Mercedesin illərlə davam edən klassik və prestijli üsuluna sadiqdir. Yüksək gövdə, xrom detallarla bəzədilmiş kuzov, mebel detallarla tamamlanmış interyer və yumşaq askı sistemi ilə uzun yollarda maksimum komfort verir. Daha çox sakit, rahat və klassik sürüş sevənlər, ailə və ya yaşca daha böyük istifadəçilər üçün ideal seçimdir. Avantgard isə tam fərqli bir ruhu təmsil edir. Daha aşağı gövdə, sərt askı sistemi və idman tipli dizaynla bu paket gənclərə və dinamik sürücü sevənlərə xitab edir. Aqressiv qabaq barmaqlıq, alüminium detallarla zəngin salon və daha hissiyatlı sükan idarəsi ilə avantgard daha çox idman üslubu və yolla birbaşa əlaqə istəyən sürücülər üçündür. Və çoxlarının bilmədiyi vacib bir məqam var. Bu paketlər yalnız avtomobilin xarici görünüşünü və sürüş tərzini dəyişir. Mühərrik, multimedia və təhlükəsizlik sistemləri kimi texniki detallar paketdən asılı deyil. Ayrıca opsiya kimi seçilir. Yəni həm avantgard, həm də elegans eyni mühərrik və texnologiyalara sahib ola bilər. Bəs siz hansı tərəfdəsiniz? Gənclərə xitab edən avantgard, yoxsa klassik komfortu təmsil edən elegans? Fikrinizi şərhlərdə bizimlə bölüşün.